Hardadır sürfə? İnturistin Mravor'un salonunda. Bravo. Geleyim bir kitabzat gördüler, bir kitabzat bizim uşaqlar, başka şey. Geleyim biraz uşağım. Bir 100 lira olan. 70 ilde bir daha falan şeydi daha. Bana dediler ki Heydər müəllim. Dediler ki, sen tələsisən. Nəsib bu, Tamadurğunun gübləyi qalıb, Süleyman İslam'ın gübləyi qalıb, Rəşid Behbudun gübləyi qalıb, sən nəşin belə tələsin? Dedim ki, onlar qaçmır, onlar dirilməyəcək. Mən ölə bilərəm. Vaxtınız varsa, tezdə bularıq. Deyirsən nə var? Mən belə hesab edirəm Hamımızı ki... dəvət edirəm, hamımızı. Çox sağ ol. Mənim özümü də dəvət ediblər. Bilirəm, mən belə hesab edirəm ki, mən səndən başqa bir vaxt bir 100 qram Yaxşı. mütləq. Amma mən oraya Amma geçsəm... Şanxayda Həsən müəllimə tapşırmışsınız o məsələni. Hall eləməm. Eləyirdi, yox eləyirdi. Öz də deyirdi, mən xariclər nazirəm, mən səhər üçün ki, araqsızdan zətdə Amma süzürdü. eləyirdi. Ona görə mən bu məsələni həvalə edirəm Anar müəllimə. Anarım. Deməli, hələ canı sarmayıb. Yox. İkiye kadar sormayacak. Yox. O mənim normamı da bu içməli. Yaxşı, yaxşı. Yaxşı, sağ olun. Çox sağ olun. Bir də təbrik edirəm.